Hilal bəy, Bəli, davam bəli, edə məndə bilərsiniz. açıqdır, rekordum açıqdır məndə. Yəni Aha, Zoom-un özü suyun. rekordu deyil, OBS-lə çəkirəm, onda sonra sizə render formasında və ya kanala elə özüm birbaşa göndərərəm. Ondan sonra keçək anakartın arxasında olan portlara. Hansı ki, bu portlar e, hər anakartın arxasında ekranı yazmayın, xahiş edirəm. Anakartın arxasında burada portlar olur. USB portlar və sair. Bu portları da buradan sizə göstərdim. Anakartın bu arxa hissəsində, sol hissəsində üst küncdə olur. Bu portların üzərində nə olur? Bu köhnə nəsil biraz anakartların üzərində olandır. Bu isə daha yeni nəsil bir anakartların üzərində olan portlardır. Bu portların adları var. PS2 portlarıdır. Bu keçmiş klaviatura və mauslarda girişinin USB olmadığı klaviatura və mauslarda istifadə olunurdu. Bu sağda da şəkildə də görə bilərsiniz ki, klaviatura üçün və mouse üçün iki fərqli rəngdə girişlər var idi. İndiki klaviatura və mauslar USB portlarında istifadə edir, amma keçmişdə USB-dən öncə PS2 girişlərindən istifadə olunurdu. Ortada gördüyünüz USB portlardır. Biri qara rəngdə, biri isə göy rəngdə. Göy rəngdə olan USB portlar USB 3, qara rəngdə olanlar isə USB 2-dir. Adından da məlum olduğu kimi USB 3 2-dən daha sonra çıxdığı üçün daha sürətli məlumat ötürməyə qadirdir. DVI və VGA portları var ki, DVI VGA-dan öncəki görüntü portudur. DVI-də, VGA-da, burada aşağıda gördüyünüz HDMI-da. Bunların üçü də, hətta burada DisplayPort da var. Bunların dördü də daha doğrusu görüntü portlarıdır. DVI-də, VGA-da, HDMI-da, DisplayPort-da. Günümüzdə ən çox istifadə olunan HDMI-dir. VGA və yaxud VGA-nı köhnə biraz kompüterlərdə görə bilərsiniz. Çünki anakartların üzərində artıq HDMI portları yox idi. Bu anakartda da gördüyünüz kimi VGA-dan istifadə olunurdu. Amma biraz yeni nəsil kompüterlərdə görə bilərsiniz ki, HDMI və yaxud display port adlandırdığımız burada görüntü portları var. Burada da həmçinin yenə USB portumuz var və üst hissədə, baxın bu hissədə USB-lərin üzərində Ethernet portumuz var. Hansı ki, biz bura Ethernet kabeli taxmaqla, internet şəbəkə kabeli taxmaqla kompüterə şəbəkəyə kabel üzərindən çıxış əldə edirik. Audio portlar var. Audio portların burada rəngini görürsüz. Qırmızı, yaşıl və göy. Bunlar nə işə yarayır? Qırmızı qulaqcıq girişi üçündür. Hansı ki, biz AUX-la giriş eləyəndə qulaqcıq kompüterdən səs almaq istəyiriksə, yaşıl portdan istifadə edirik. Qırmızı port mikrofon üçün istifadə olunur. Yəni əgər hər hansı bir qıraqdan mikrofon alınıb taxılıbsa, qırmızı portdan istifadə olunur. Göy port isə ikisinin birləşməsini istifadə etmək üçündür. Baxın, burada da şəklini qoymuşam. Burada görürsüz tək bir çıxış var, AUX var, amma iki giriş var. Bu da nə üçündür? Bəzən internetdə görmüş olarsınız, qulaqçıqlar olur, ən çox oyun qulaqçıqlarında olur ki, iki dənə girişləri var. Bir AUX-da mikrofon işləyir, bir AUX-da isə səs alan speaker belə deyim işləyir. Siz də bu portları əgər tutmaq istəmirsinizsə ki, yəni yalanla yer tutmasın, belə bir çıxış, konnektor alırsınız, perexodnik deyirlər rusca və tək bunu göy hissəyə taxmaqla həm səs alırsınız, həm səs verə bilirsiniz mikrofon üzərindən. Burada da həmin şeyləri görürsüz. Bu daha yeni nəsillərə xitabən portlardır. Type-C girişi var, HDMI girişi var, DisplayPort girişləri var və burada USB-nin qırmızı variantını görürsüz siz. Burada demişdim ki, göy olan USB portu USB 3-dür. Qara USB 2-dir. Burada isə qırmızını görürsüz. Qırmızı USB 3-dən də daha sonra çıxan və ən sürətli hal-hazırda port hesab olunur. Yəni Type-C-dən əvvəl, daha doğrusu sonra. Hal-hazırda Type-C dünyada ən çox sürətli port hesab olunur. Yəni Type-C ilə girişlər, çıxışlar. Amma Type-C-dən əvvəl, yəni USB-lər, qırmızı USB portları ən sürətli portlardır. Amma bu o demək deyil ki, siz qırmızı və yaxud göy olan USB portlara gətirib hər hansı bir fleşkanı taxsaz, istədiyiniz sürəti əldə edə bilərsiniz. Xeyr. Bunlar yalnız o vaxt sürətli giriş-çıxış məlumat oxuma və yazma əldə edirlər ki, sizin taxdığınız qurğunun da portu göy rəngdədir. Məsəl üçün fleş kartlar. Fleş kartınızın uc hissəsinə baxsaz, əgər görsəz ki, port qara rəngdədir. Siz qara portu gətirib, qara fleşkanı gətirib göy porta taxmaqla yenə eyni sürət alacaqsınız. Niyə? Çünki sizin fleşkanızın ötürmə və alma qabiliyyəti USB 2-yə aiddir.
Yəni siz bunu 3-ə də taxsanız, qırmızıya da taxsanız, siz yenə də eyni sürət alacaqsınız. Amma misal üçün bir telefonların bir tərəfi USB olur adapterlarının, bir tərəfi Type-C-dir. Siz burdan Type-C ilə çıxış versəniz telefona və yaxud USB ilə çıxış verib hansısa məlumatı kompüterə atsanız və yaxud kompüterdən alsanız, o zaman görəsiniz ki, həqiqətən də çox sürətli məlumat alğı vericisi gedir ortada. Bu portları da sizə başa saldım. Burada 3 dənə port görürsüz. Bunlar ən çox dediyim kimi yeni nəsillərdə istifadə olunur. Hətta istifadə olunmur. Bunların ayrı məqsədləri var. Bu artıq səs equalizerlə filan işləyənlər üçün istifadə olunur. Yəni onlar istifadə edirlər. Bu qədər hələ ki, ondan sonra, yəni portlardan söhbət gedir ki, portlar bitdi. Ondan sonra anakartın üzərində olan pinlər. Pin nədir? İynələr. Ki, hansı ki, bu anakartın burada görə bilərsiniz aşağı hissələrində, bir saniyə bunu aşağı çəkək. Bu aşağı hissələrində iynələr görürsüz. Bunlara pin deyirlər. Pin connectors və ya front panel connectors. Yəni front panel connectors nədir? Ön hissənin bağlantıları. Bu front panel konnektorlar nə üçündür? Case-in üzərində burada sistem bloku görürsüz. Yəni mən izahı biraz rəsmi dildə yox, çalışıram biraz lore dildə izah eləyim ki, hamınıza aydın olsun. Yəni ola bilər başa düşməyəniniz olar içərinizdə terminləri. Bu case-in üzərində sistem blokunun üzərində, bu Livoy sistem blokunun üzərində var. Görürsüz, yandırıb söndürmə düyməsidir, restart, yəni yenidən başlatma düyməsidir, 2 ədəd USB port, 1 ədəd USB 2 portu, speaker və mikrofon girişləri, giriş çıxışları var. Bu USB giriş çıxışlarının söndürmə, yandırmadır, yenidən başlatmadır. Bunların hamısının içərisində bu formada kabellər olur. Hansı ki, baxın bu kabellər power switch, reset switch, HDD LED, power LED, power LED minus. Siz bu switchləri xırda çox balaca switchlər olur. Mən deyərdim ki, hətta bir kompüteri sıfırdan yığanda burada ən baş ağrısı eləyən, belə xırdalıq tələb eləyən bir şey bunlardır. Çünki həddindən çox balaca olurlar və siz bunları düzgün formada bu pinləri oturtdurmalısınız. Bu pinlərin də quruluşu bu formadadır. Burada artıq pin üzrə planlarda görə bilərsiniz. Hansı ki, mən bu düyməyə basanda kompüter açılmırsa, deməli mənim power switchim. Baxın, burada gördüyünüz power switch anakartın üzərində olan, bu anakartın aşağı hissəsində olan, bura qoşulmayıbdır. Bu iki qara porta qoşulmayıbdır. Burada da şəkildə də görə bilərsiniz. 4 yuxarıda iynə var, 5 aşağıda. Yuxarıda 4 iynə, aşağıda 5 iynə. Burada rəngli formada göstərilir, amma bu rəngsiz də ola bilər. Məsəl üçün, elə bu şəkildə baxsaq görə bilərsiniz ki, bu iynələr rəngsizdir. Burada artıq siz quruluşunu əzbərə bilməlisiniz ki, ilk yuxarıdakı, sol yuxarıdakı 4 dənəli iynədən ilk ikisi power LED-dir. Hansı ki, sistem blokunun üzərində görürsüz, bunu vuranda indi bunda işıq yoxdur. Burada yanıb sönməyinə dair işıq olur. Siqnal verir ki, yəni çatdı mı, çatmadı mı. Power LED-lər olur. Power LED-lər bağlanır o hissəyə. Baxın, bu 4 dənənin yuxarı hissəsinə PLED. Baxın bu çıxışlar. Power LED minus, power LED plus. Bunun plus minusunu dala qabağa taxmağınızın heç bir ziyanı yoxdur. Yəni LED-i plusu sola taxıb minusu sağa taxsanız da heç bir ziyanı yoxdur. Əsas odur ki, power LED yazılan iki bu slot mu deyim, pin mi deyim, əsas bu iki pinin üzərində olsun. Ondan sonra gəlir bizim power switchlərimiz. Baxın, bu power switch, gördüyünüz kimi iki boşluq var. Power switchlər taxılır sağdakı iki pinə, iki iynəyə. Plus minusun nə fərqi var ki? Onun fərqini mən sözün açığı deyə bilmərəm. Yəni deyə bilmərəm deyəndə nə mənada deyə bilmərəm. Yəni onu bilmirəm. Yəni o plus minusun nə fərqi var, amma taxmasaz biri işləyəndə biri işləmir və xəbərləşmə olmur. Bu power LED-lər tək şeyə baxmır. Reset switch-ə də baxır. Yəni bir case-in üzərində birdən çox işıq olur. 3 dənə işıq olur. Biri reset düyməsini kontrol eləyəndir, biri power düyməsini kontrol eləyəndir, biri də ki hard diski. Məsələn, yaddaş qurğuları varsa, yaddaş qurğularının testi üçün, daha doğrusu siqnalın gedib gəlməməyini bilmək üçün istifadə olunur. Amma minus plusun dediyim kimi heç bir fərqi yoxdur ki, siz minusun birini bura taxdınız, yoxsa minusu bu hissəyə taxdınız. Yəni ikisi də eyni şeydir. Bura minus plusu taxırsınız, yerdə qalan iki hissəyə power switch-i taxırsınız. Burada da qrafikdə göstərilir zaten. Power LED-lər
4 dənəli portun iynənin ilk ikisinə taxılır. Digər ilk ikisinə isə power switchlər plus minus taxılır. Dediyim kimi bunu da dalqabaq taxa bilərsiniz. Bunu belə taxın, belə taxım. Onsuz da bunun üzərində minusu və yaxud plusu görsənmir. Siz bunu bilə bilməzsiniz ki, bu power switchin birinci tərəfi minusdurmu, yoxsa plusdurmu? Aşağı hissədə 5 iynəli hissənin sol 2 iynəsi HDD LED-dir. Burada gördüyünüz kimi HDD LED yazılıbdır. Aşağı 2 hissəyə HDD LED və reset sağdakı 2 hissəyə də reset switchlər. Yəni hansı ki, sistem blokun üzərində olan bu reset düyməsini görürsüz kiçik. Bu reset switchin iynəsini taxmasanız əlbəttə ki, counter reset getmir və reset switchlər də taxılır aşağıdakı 2 iynəyə. Yəni burada artıq demək olar ki, bütün portlar tutulmuş vəziyyətdə olur. Burada bir dənə boşluqda kanal qalır, hansı ki, bu. Bunda nə üçün istifadə olurlar? Sözün açığı hələ ki işlətməmişəm. Nə üçündür onu da bilmirəm. Yəni bunu internetdən girib axtarıb sizə tapıb deyə də bilərəm, amma bilirəm ki, istifadə eləməyəsiniz. Ona görə də çox başınızı elə şeylərlə yormaq istəmirəm ki, hə, yəni bu nədir, nə olan şeydir, mən bunu harda istifadə eləyərəm. Ondan sonra USB portlar var. USB portlarda bu formada şəkildə aşağı hissədə görə bilirsiniz. İynəli formada olur. Bu qarşı tərəfdən, case'in qarşı hissəsindəki USB portların iynəsidir. Burada görsəz sistem blokunun üzərində demişdim ki, 3 ədəd USB port var. Bu 3 ədəd USB port bunların vasitəsilə bu hissəyə taxılır. Digər ikisi isə burada boşluqda qalan USB portlarda olur. Bu USB 3.1, yəni 3.2-ni dəstəkləyir, yəni göy USB portlarını dəstəkləyir. Amma bu yerdə qalan bu iki boşda qalan kabeli ki görürsüz, bunlar USB 2-ni dəstəkləyir. Burada da görürsüz, bir ədəd USB 2, 2 ədəd USB 3 var. Bu USB 3-lər adətən yeni nəsil case'lərdə bu formada olur. Yəni göy bir dənə kabel olur. Onun üzərinə bağlanır və USB 2.0 portuna taxılır. Yerdə qalan bu portlar isə taxılır USB-lərin, burada görürsüz USB 1 və USB 2 yazılıbdır. Bunlar da bu hissəyə taxılır və bunların taxanda ən çox üzərindəki bu nöqtələrə, boşluq olan nöqtəyə fikir verməlisiniz. Çünki burada görsəz 4 yuxarıda slotu var, boş yeri var, 5 aşağıda var. Siz artıq bunu anakarta taxanda baxmalısınız ki, burada 4 yuxarıda, 1 aşağıda olan port hansıdır? Məsəl üçün bura baxsaz görə bilərsiniz ki, burada bir dənə boşluq var. 4 yuxarı, 5 aşağı. Deməli bu USB portları bu iynələrə taxılır, bu pinlərə taxılır. Ondan sonra case'in, daha doğrusu anakartın üzərində olan bir dənə də sistem fan və ya CPU fanlar iynələri var. Ümumi bu iynələr haqqında sizə məlumatları verirəm. Artıq bundan sonra dərs yekunlaşacaq. Çünki artıq düşünürəm ki, sizə burada bura qədər yetəri qədər mən məlumat verdim. Sizi bunu gedib baxıb öyrənməyiniz, əzbərləməyiniz, yadınızda saxlamağınız da var. Yəni birdən-birə birdən çox məlumatı sizə desəm, əlbəttə ki, qatıb qarışdıracaqsınız. Burada CPU fan hissəsini görürsüz. CPU fan nədir? CPU fan prosesorun üzərində yerləşdirilən soyutma qurğusudur. Hansı ki, burada sizə prosesor demişdim mən bircə dəqiqə. Baxın, bu prosesorlar həddindən artıq qızan bir şeydir və çox tez qızırlar. Yəni siz bunu kompüteri işə saldınız. Kompüteri işə saldıqdan cəmi 1 və ya 2 saniyə sonra, 1 və ya 2 saniyə sonra artıq bu dəmir parçası 100 dərəcəni keçmiş olur. Yəni 1 saniyənin içində bu dəmir 100 dərəcəni keçmiş olur. Yəni bunların qızmamağı üçün də, bunların isinib yanmamağı, qızmamağı üçün də bu formada kullerlərdən istifadə olunur və kullerlərlə CPU-ların üzərində arasında daha doğrusu termal pasta var. Termal pasta nə üçündür? Prosesorun üzərinə yaxılır. Bura deyək prosesor yerləşdirildi. O termal pasta qoy bizə dəqiqə onun şəklini mən sizə burada göstərim nə formada olursa. Və burada ekranda da görə bilərsiniz, termal pastalar bu formada boz rəngli olurlar adətən. İndi başqa rəngləri də varsa deyənmərəm. Yəni həyatımda hələ ki boz rəngdən başqası qarşıma çıxmayıbdı. Hələ burada biri çıxdı qarşıma. Bu boz rəngdə olurlar. Bunlara niyə termal pasta deyirlər? Yəni bunların fərqi nədir adi macun? Belə deyib, çox adam fikirləşir, deyirəm mən bura diş pastası da yaxsam, diş pastası da onu sərin saxlayacaq. Elə deyil. Termal pastaların içində metal olur.
Sizin gözlə görə bilməyəcəyiniz çox mikro, kiçik metallar olur. O metallar istiliyi və soyuqluğu arada daşımaq üçündür. Siz prosesorun üzərinə bu termal pastanı yaxırsınız tam olaraq. Yəni bir dənə ortada boşluq buraxmırsınız. Yaxdınız, termopastanı bura qoydunuz. Yaxandan sonra kulleri, bu soyuducunu onun üzərinə yerləşdirirsiniz. Nəyə görə? Bu kuller onu soyutmalıdır. Dəmir, amma bu kullerin altı da dəmirdir. Dəmir dəmirə təmas eləyəndə əksinə bu prosesorda o kullerin dəmirini qızdırır. Qızdırmamağından ötürü də o termal macundan istifadə olunur. Termal pasta, termal macun istifadə olunur ki, arada keçiricilik olsun, istilik keçiriciliyi. Hansı ki biz kulleri bunun üzərinə qoyuruq, termal pastanı və bu CPU fan dediyimiz, bu yuxarıda da göstərdiyim kimi CPU fan slotlarına taxırıq və beləcə kuller işləməyə başlayır və prosesoru soyudur. Kullerlərin də fərqli-fərqli növləri var. Belə deyim, şato tipi kullerlər istifadə olunur günümüzdə ən çox. Ondan sonra maye kullerlər var. Ən çox gaming, belə deyim, oyunçu kompüterlərində istifadə olunur. Bu daha az soyutmağa, daha çox da əslində soyutmağa malikdir, istiliyi daha azalır. Yəni bu da dediyim kimi anakartın üzərində bir dənə tək qalan CPU fanları idi ki, CPU fana həmin o kullerin pinini taxırsınız. Burada da görə bilərsiniz ki, kullerin pini də 4 ədəd boşluq olur və CPU fan yazılan hissəyə taxılır. Anakartın üzərinə əlavə fanlar, hava axışı üçün də fan alıb taxmaq istəsəz, burada sysfan görə bilərsiniz. Yəni sistem fanı. Sistem fanıyla CPU fanının arasındakı fərq odur ki, CPU fanını BIOS üzərindən sürətini artırıb azalda bilərsiniz. Ki, misal üçün, prosesor 70 dərəcə istiliyə çatdıqda CPU fan 1 saniyənin içində, belə də daha doğrusu 1 dəqiqənin içərisində 3000 dəfə fırlansın. Yəni 3000 period eləsin. Amma sistem fanlarının üzərinə, sistem fana taxılan kullerlərə bu olunmur. Yəni siz fana taxılan kullerlərin üzərində artıq siz heç bir düzəliş eləyə bilmirsiniz. Yalnız CPU fanda eləyirsiniz. CPU fanda adı üzərində CPU, yəni prosesor üçün nəzərdə tutulan fan slotudur ki, burada da gördüyünüz kimi taxırsınız. Prosesoru kulleri üzərinə, kulleri daha doğrusu prosesorun üzərinə bu dişlərlə bərkilirsiniz. Yəni arada heç bir boşluq olmamalıdır. Əks təqdirdə kompüter bir dəfə üzə qalxır, sönür, iki dəfə sönür, üçüncüdə artıq yanır. O qədər qızır ki, onun içindəki o qızıl diodlar başlayır əriməyə, yerlərini dəyişdirməyə, ondan sonra da kompüter bir daha açılmır. Daha doğrusu prosesor bir daha işləmir. Yəni o başqasından artıq əvəz etməli olursunuz. Bura kimi idi. Əgər hər hansı bir sualınız varsa, buyurun, eşidirəm. Bilal bəy, üzr istəyirəm bir şeylə mən qeyd Bir edim. sual, Zəhmət olmasa bu switchlər olan yerə şəkilə keçə bilərsiniz. Aha, bir dəqiqə. Baxın, burada gördüyünüz o tək qalan pin var idi. Ha, yəni bayaq Hilal bəy bildirdi. O pinin adı GND-dir. GND nə deməkdir? Böyük hər hansı təşkilatlarda və yaxud idarələrdə böyük server infrastrukturu qurulur. Həmin o server infrastrukturunda serverlərə torpaqlama olunur. Yəni torpaqlama nə üçündür? Hər hansı bir qısa qapanma yaxud tok ötürücülüyü olsa, dərhal onun qarşısını alsın, belə deyək, torpağa ötürsün. Həmin o tək qalan pin GND-dir. Həmin o GND belə deyək, portundan bir dənə kabel çıxardılır, bağlanılır, belə deyək də korpusa, yəni sistem blokun hər hansısa bir dəmir yerinə. Oradan da bir dənə kabel bağlanır server raka. Yəni həmin o belə deyək də kompüterdən və yaxud serverdən də bir dənə kabel bağlanır server raka. Server rakın özü də bağlanır torpaqlamaya. Yəni hər hansı platanın içərisində qısa qapanma və yaxud belə deyək də hər hansısa bir gərginlik ötürücülüyü baş verərsə, dərhal onun qarşısını alsın. Yəni o pinin mənası ondan ötürüdür. Yəni o pin ondan ötürü belə deyək platanın üzərində yerləşdirilib. Adı GND-dir. GND. Buyurun Hilal bəy. Artıq mən yekunlaşdırmışam. Suallarınız varsa, hardasa qaranlıq bir bir məqam sual verə qalıbsa. bilərəm. Buyurun, buyurun, əlbəttə. İndi BIOS-u kompüterin məsəl üçün yumru daşıyıb da, kompüterin beynindən çıxardıb yenidən taxanda format gedir. Xeyr. BIOS-un daşını çıxardanda yox. BIOS daşının üzərinə sıxdıqda, BIOS bizdə dəqiq onu mən sizə şəklini buradan göstərməyə çalışım. Bu hissəyə. BIOS-un özü kiçik bir slotdur, hansı ki, əgər BIOS-u format etmək istəyirsinizsə,
İndi çox adam misal üçün Rəsulla mən o vaxtı servisdə işləyəndə BIOS-un daşını çıxardırdıq. Əlimizdə əgər hər hansı bir atverka və yaxud kəlbətin var idisə və yaxud xırda bir metal parça, onun üzərində bir dəmir hissə var idi. O dəmiri sıxırdıq altdakı dəmirə, beləliklə 7-8 saniyə gözləyəndən sonra o formatlanırdı. Yəni bir-birlərinə tok otururdular, arada boşluq yaranırdı, format gedirdi. Amma sonra mən öyrəndim ki, heç onu çıxartmağa ehtiyac yoxdur. BIOS daşını bircə dəqiqə elə platanın üzərində görsədim burada. BIOS daşının üzərindən sıxıb 7-8 saniyə saxladıqda belə artıq BIOS format gedir. BIOS-u da nə vaxt format eləyə bilərsiniz? Əgər BIOS-a şifrə qoyubsunuzsa və ya şifrə yadınızdan çıxırsa, bu çox milyonda bir ehtimaldır ki, o şifrəni bu qıra bilə və yaxud bilməyə. Çünki BIOS-a şifrə qoyulubsa, artıq o format verməklə belə siz onun şifrəsini qıra bilmirsiniz. BIOS-a o vaxt format verərsiniz ki, BIOS-un içində hər hansı bir əməliyyat eləyibsiz və kompüter açılmır. Misal üçün, undervolt deyilən bir termin var. Bu nə üçündür? Kompüterə gələn toku, prosesora gələn toku zəiflədir, daha az enerji sərfiyyatı yaratmaq üçün. Amma bir şey problemi yaşadır ki, kompüter açılmır. Undervolt həqiqiqindən artıq aşağı səviyyədə olubdur və kompüter açılmır. Siz bu zaman nə edə bilərsiniz? BIOS-u sıfırlamaq istəyirsinizsə, bəli, daşı üzərindən basılı saxlayaraq 7-8 saniyə BIOS-u sıfırlayırsınız, sonra yenidən girəcəksiniz BIOS-a. Hər hansı bir vacib nastroykalarınız, belə deyim, ayarlarınız varsa, onları tətbiq eləyirsiniz. Yoxdursa da default vəziyyətdə F10 klaviatura üzərində F10-a basıb Enter-lə save eləyirsiniz və kompüteriniz ondan sonra açılır. Və yaxud lap açılma kimi bir problem deyək ki, yoxdur. Hər hansı bir dəyişiklik eləyibsiz, amma o ayarın yerini tapa bilmirsiniz. Məsəl üçün baxdınız, bəyənmədiniz ki, ayarı kompüter pis işləyir və bunun yerini dəyişmək istəyirsiniz. Daha doğrusu yadınızdan çıxıbdır ki, ayarı dəyişəsiniz. Bu zaman da yeni dediyim kimi BIOS daşın üzərindən sıxmaqla siz o BIOS-u format eləyə bilərsiniz, bəli. Aha, tamam, çox sağ olun. Siz də sağ olun. Ayrı sual olan varsa buyursun. Baxın, hətta o BIOS altındakı dəmir ki dedim sizə, baxın o budur. BIOS batareykasının altında yerləşir. Biz bu batareykanı çıxarırdıq və dəmirlə hər hansı bir metalla, dəmirlə bu dəmiri sıxırdıq aşağı hissəyə. Çünki bu dəmirin də aşağı hissəsində burada sizin bu görmədiyiniz bu şəkildə görsənmir bir metal var. O metalla bu metal bir-birinə dəyirdi, qısa qapanma yaranırdı. Qısa qapanma yarandığı müddətdə də artıq Nərmin xanım, sizə bir də bu izah eləyim. Yayım bitdi. Əgər gəlməyəcəklərsə də uşaqlar, ayrı bir sual yoxdursa da. Və bu gördüyünüz bu dəmir hissəni biz sıxırdıq aşağı. Bu formada artıq BIOS formatlanırdı. Amma bunu sıxmadan da sadəcə qəpik deyək də buna BIOS daşını. Sıxırdıq aşağı hissəyə üzərindən basıb, yəni burada çıxartmırdıq. Üzərindən klik eləyib basıb aşağı hissədə bir 7-8 saniyə saxladıqdan sonra da artıq BIOS formatlanırdı. Aldı. Burada keçdiyimiz dərsə qoyulacaq. Mən o arkasına baxan inşallah yarasa. Sizə WhatsApp-dan